Şəhriyarla oyun oynamışıq. Mərci girmişdik. İstisnalar qaydanı pozmasa da bu dəfə Şəhriyar uddu. Əgər mən utsaydım marketdən abur-cubur alış-veriş eləyəcəkdik. Nəysə, məndən ev sayağı soyuq çay düzəltməyimi istədi. Gəlin onu düzəldək. İndi Ofeliyanın ev sayağı soyuq çayı. Buzu götürək. Əsas məsələ. İnarsınız, bu soyuq çayı düzəldə necə yoruldum, dəhşət. Görürsünüz, əlimdən də hər iş gəlir, maşallah, maşallah. Videonu görəndən sonra iz ifadəm o qədər maraqlıdır ki, həmişə deyir ki, marketdəkin yerini ev sayağı vermir. İndi görərik. Sən pul xərcləməməyin dərdindən deyirsən, yoxsa yox? Bax, səhərdən uğraşıram sənə görə. Gör necə. Uğraşmazsan da uduzmursan. İç bax dadına, gör necədir ev sayağı. Haç hazırladım. 2 saatdır kuxnadayam mən. İç bax. Siz səni, bazarı bu. Görsən sana, necə qəşəng çıxır. Düzdür. Bundan sonra elə evdə hazırla da öyrən. Qəşəngdir. Keçindən 1000 dəfə daddı olur. Ağladı. Bəyəndin? Bunun nə qəşəng çöp atırır. Çöpümüz yox. Hazırlayasın. Hazırlamışam, onlar içirlər. Necədir dadı? Şalqatını istəyirəm. Çox sağ ol Fırsan, maladis Allah'ın olsun, bacarırsan. Sonra da deyirlər, bu niyə çox istəyirəm? Nə yapdı, düzəldi, hazırlayıb, fakri gətirdi, çıxartdı oyun. Bəli, əlimdən hər iş gəlir, maşallah. Seviyor.